81-ci suala baxırıq. Bölən 12, natamam qismət 6 və qalıq 5-dir. Yenə eyni qayda. Böləni qismətə vurub, üzərinə qalığı gəlsək, bizə bölünəni verir. 12 dəfə 6-dan 72, üstədə 5 gələndə 77 ya variantı. 82-yə baxaq. Bölən 9, natamam qismət 5 və qalıq 2-dir. Yenə eyni qaydada 9-u 5-ə vurub, üzərinə 2 gəlirik. 47. Cavab Y variantı. 83-ə baxaq. Bölən 26, natamam qismət 18 və qalıq 12-dir. Bölünənin sadə vuruqlarını sayını tapın. Deməli, əvvəlcə bölünənin özünü tapırıq. Bölünənin özünü necə tapırdıq? Deməli, böləni qismətə vururuq. 26-nı 18-ə vurub, qalığı üzərinə gəlirik. Neçədir? Deməli, 480 edir. 480-in sadə vuruqlarını ayıraq. 2, 122, 62, 32, 15, 3, 5, 5, 1. Deməli, 480 bərabərdir. Bu ifadədən görürük ki, sadə vuruqların sayı, həmin bu ədədlərimizin sadə vuruqlarımızı qüvvət üstlərini toplasaq, sadə vuruqların sayını biz tapa bilərik. Baxırıq, 480-in sadə vuruqlarının sayı, burada 5 dənə, 1, 7 dənə sadə vuruğu var. Variantlarda 7 qeyd edilməyib, hər halda texniki səhvdir. 4-cü suala baxırıq. Natural ədədi 17-yə böldükdə alına biləcək ən böyük qalıq neçə olar? Qalıq heç vaxt, yəni böləndən böyük ola bilmir ya da bərabər ola bilmir. Mütləq ki, 17-dən kiçik olmalıdır. 17-dən kiçik ən böyük ədəd 16. Cavab Y variantı. 85. Natural ədədi 15-ə böldükdə qalıqda 8 alınır. Bu ədədi 5-ə böldükdə alınan qalığı tapın. Bu təkrar sualda 3 verir bizə. İzahını da vermişdim. Deməli, 15 onsuz da özü 5-ə bölünür. 8-i də 5-ə bölündə qalıqda 3 düşür. 86-ya baxaq. A ədədi 5-ə bölündükdə qalıqda 3 alınır. 3A üstə gəlir 2 ədədi 5-ə böldükdə qalıqda neçə alınır? A 5-ə bölünür. Qisməti şərt olaraq 1 qeyd edək. Yəni, 1 qeyd edirik ki, ən kiçiyi alınsın. Qalıqda isə 3-dür. A necə taparıq? Böləni qismətə vurarıq, üzərinə qalığı gələrik. A neçədir? 8. Deməli, A-nın fərz edək ki, 8-dir. 3A deyirsə, 3-ü 8-ə vurub üzərinə 2 gələcək. 3-ün 8-ə vuranda 24, üstədəki 26. 26-yı 5-ə böldükdə qalıqda neçə edir? Deməli, 5 düşür, qalıqda 1 qalır. Cavab Y variantı. 87-yə baxırıq. Aşağıdakı ədədlərdən hansı verilmiş cədvələ uyğundur? Deməli, verilmiş cədvəldə nə verir? 3-ə 4-ə bölünür, 5-ə 9-a bölünmür. Əvvəlcə bölünməyənləri variantlardan çıxaq. 5-ə bölünmürsə, sonu deməli 5 ilə bitməyəcək. 0 və 5 ilə bitməyən olacaq. Bitən bölünərdir. B gedir. Sonra baxırıq 4-ə bölünmə. 4-ə bölünür. Son 2 rəqəmlə əmələ gətirdiyi ədədlər 4-ə bölünür. 2, 4 oluna bilər. 4, 7 olmaz. 5, 6 birləşir 56 olar. 6, 9, 69 olmaz. Qaldı A ilə D variantı. Deməli, indi biz rəqəmlərini toplayacağıq. Deməli, A da 1, 2, 4 edir. 124-üm 7 eləyir. 7 3-ə bölünmür. Ona görə A da bölünmədi. Bölünən lazım idi bizə. D-yə baxırıq. 4, 5, 6. Yəni 456-da 9 edir 15. 15 3-ə bölünür. Amma 9-a bölünmür. Doğru cavab D variantı. 88-ci suala baxırıq. Ədədi 18-ə böldükdə deməli, qalıq 12 alınır. Bu ədəd aşağıdakilərin hansılarına qalıqsız bölünür? A-nı əvvəlcə bölünəni tapsaq nə edər? Bizə K-nı şərt olaraq qeyd etmişəm. 18K, qalığı da üzərinə gələrək, üzərinə gəl 12. Bu ifadədən biraz sadələşdirək. 6-nı mötərizə xaricinə çıxartsam, 3K, üzərinə gəl 2. Baxıram, bu ədəd variantlardan hansına qalıqsız bölünər? Baxın, 2-yə bölünər. Burada 6 ilə ixtisar gedər. 3-ə bölünər. Yenə 6 ilə ixtisar gedər. 4-ə bölünərmi?
Bölünməz. 6-ya bölünərmi? Bəli, bölünər. 1, 2, 5. Doğru cavab B variantı. 89-cu suala baxaq. 38 ilə 118 arasında 3-ə qalxısız bölünən neçə tam ədəd var? Baxaq. 118 ilə 38 dedikdə biz bax ən böyüyünü əvvəlcə baxaq görək. 118-ə qədər 3-ə bölünən ən böyük ədəd hansıdır? 117. Çıxırıq. Ən kiçik 3-ə bölünən 39. 3-ə bölünürsə ədədlər 3 artacaq. Bölünsün 3, üzərinə gəlsin 1. Bunları hesablayırıq. 78-i 3-ə böləndə 2, 6, üzərinə də 1 gələndə 27. Doğru cavab B variantı. 90-cı suala baxırıq. 200-dən böyük olmayan və 3-ə bölünən bütün 3 rəqəmin natural ədədlərinin sayını tapın. 3 rəqəmi dedikdə, yəni ən kiçiyi 100-dür. 200-dən böyük deyirsə, böyük olmayan deyirsə, 200-dən də kiçikdir. Kiçik bərabər götürürük. Böyük olmayan deyir. Baxırıq, bu aralıqda 3-ə bölünənlər 200-ə qədər ən böyüyü neçədir? 198. Ən kiçik neçədir? 102. Yenə bölürük 3-ə, çünki 3-ə bölünənlər 3 artır, üzərinə gəlirik 1. Bizdən ədədlərin sayını istəyir. O da edir 80, 96 bölünsün 3, üstə gələk 1. Bərabərdir. 32-nin üzərinə də 1 gəlirik. 33. Deməli, bu aralıqda 33 dənə 3-ə bölünən ədəd var. B variantı.